Bir nəfər var, çıxır iddia eləyir ki, ilk Mehdidir, adı Əhməd Əl-Həsən əleyhissalamdır. Alimlər onu inkar eləyirlər. Alimlər inkar eləyirlər dedi, bir də dedi ki, reinkarnasiyanın haqq olduğunu deyir. Deyir məsələn, reinkarnasiya haqqdır. Allahın ədalət sifətlərindən birinin göstəricisidir ki, bəzi insanlar var ki, dünyaya gələndə kör olurlar, şikəst olurlar. Yəni bəzi adamlar var ki, aclıqdan əziyyət çəkirlər o müharibə şəraitində yaşayan ölkələrdə. Bunun özünün əslində bir səbəbi var imiş. Reinkarnasiya anlayışı var imiş və kim hansısa bir səhvlər edirsə, bir daha dünyaya gəlir, o səhvlərdən arınmaq üçün, başa düşmək üçün yenidən dünyaya qayıdırlar. Bəli. Bu iki söz mənə bəs elədi. Heç nə şəklini görmüşdüm, nə bir məlumatım var idi. Dedim, hə, mən ona inanıram. Niyə inanıram? Çünki mən bu sualların cavabını axtarırdım. Həmişə də Allaha dua eləyirdim ki, mənə bir işarə göndər, mən bir cavab istəyirəm. Mən bu suallarımın cavabını tapmaq istəyirəm. Və bu iki məsələ mənə həqiqətən bəs eləmişdi, amma mən sonra axtardım. Mən yerimdə dayanmadım.